Sənə gözlərin çox gözəldir deyəndə, ona qarşılıq olaraq o sənin gözlərinin gözəlliyidir demə. Sənə ötürülən enerjini qəbul et və təşəkkür et. Ya bu çətin deyil. Biz öyrənmişik, kimsə bizə iltifat edəndə sənin gözlərinin gözəlliyidir deməyə, sən elə görürsən, mən elə deyiləm deməyə. Yəni öyrəşmişik. Mən də bir vaxtlar eyni sizin kimi davranırdım. Fikirləşirdim ki, əksin desəm, təşəkkür etsəm, bu məni egoist sanacaq. Amma elə deyil. Özünüzü sevməyə çalışın, özünüzə dəyər verməyə çalışın. Sizə kimsə dəyər verəndə, siz onu götürüb yenidən özünə fırlamayın. Yəni qəbullanın, təşəkkür eləməyə bacarın. Yəni ona izah eləməyə çalışmayın ki, mənim gözlərim gözəl deyil, əslində sənin gözünə elə gəlir, sən elə görürsən. Yəni bunları deməyin, bunları qoyun kənara. Sadəcə təşəkkür edin və məmnun olun. Gözlərinizin gözəlliyinə və yaxud da ki, hansısa bir xoş auranızın olduğuna inanın. Təşəkkür etməyə bacarın. Bu fikri ona görə toxunmaq istədim ki, həqiqətən də bu mövzuda çox əziyyət çəkmişəm. Kimsə mənə iltifat edən